mart 2025-ci il tarixində Qayıdış İctimai Birliyinin və Azərbaycan Texniki Universitetinin təşkilatçılığı ilə Vətən Fədailəri layihəsinin rəhbəri, yazıcı publisist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Manya Səxavət qızının tələbələrlə görüşü keçirilib. 7 mart 2025-ci il tarixində Qayıdış İctimai Birliyinin və Azərbaycan Texniki Universitetinin təşkilatçılığı ilə Vətən Fədailəri layihəsinin rəhbəri, yazıcı publisist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Manya Səxavət qızının tələbələrlə görüşü keçirilib. Tədbirdə ilk olaraq Azərbaycan Texniki Universitetinin Humanitar Fənlər Kafedrasının müdiri Dosent Həbib Mirzəyev çıxış edərək bu kimi tədbirlərin və ərsəyə gələn kitabların gənclik və gələcək nəsillər üçün mahiyyətindən danışıb. Şəhidlərimizin adlarının əbədiləşdirilməsi və vətənpərvərliyin təbliğatı üçün Vətən Fədailəri layihəsi çərçivəsində ərsəyə gələn kitablar haqqında layihənin rəhbəri Manya Səxavət qızı və layihənin ümumi dəstəkçisi Qazi oğlu, şəhid qardaşı Şahin Məmmədov ətraflı məlumat verərək kitabları təqdim ediblər. Tədbirdə iştirak edən şəhid Vüsal Şahmarlının anası Sevər Səfərova, şəhid Şahmar Quliyevin həyat yoldaşı Gülnarə Quliyeva, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının müəllimi, pedaqoq Qazi Ülvi Qədir çıxış edərək müəllifin ərsəyə gətirdiyi kitabların və universitetlərdə bu kimi tədbirlərin keçirilməsinin önəmindən danışıblar. Görüşün sonunda tələbələrə hədiyyələr verilib və xatirə şəkili çəkdirilib.